Salam əziz izləyicilər, bugünkü avtomobilimiz Volkswagen Phaeton 2003-cü ildir. Belə bir problem var ki, avtomobil bir gün qalandan sonra akkumulyator ölür. Kapotun mikrikini sıxmaq lazımdır. Bagajın kapotunun mikriki sıxılmalıdır. Bir də qapının mikriki. Yəni qapıları bağlayırıq. Birazdan avtomobil yuxu rejiminə keçəcək. Avtomobili yuxu rejiminə qoyandan sonra deməli belə bir göstəricilər var. 0 433, 0394 amper, 2.3 amper belə oynamamalıdır. Tam yuxu rejiminə keçməlidir. Yata bilmir o avtomobil. Ona görə də akkumulyator bir günə, 2 günə maksimum ölür. Bizim çıxartdığımız qoruyucu budur, bir də budur. Əziz izləyicilər, bu avtomobilimizin lükun idarə etmə blokudur. Bura hərəkət sensoru var. Avtomobil bağlandıqdan sonra, siqnalizasiya qoyulduqdan sonra içində hansı bir hərəkət olan kimi başlayır belə deyə qışqırmağa. İçəridə adam var. Əziz izləyicilər, deməli lükun blokunu tam çıxartmışıq, aralamışıq. Deməli bizdə 0,027 amper, yəni 28 milliamper. Avtomobilin akkumulyatorunu yeyən səbəb lükun blokunda və telematik qurğudadır. Diqqətiniz üçün təşəkkürlər.